Deməli, dəyərli izləyicilərimiz, bugün Pərviz sizə Xətai rayonu, Köhnə Günəşliyə gedən yolda 555 servisin yanında, Neapol dairəsindən yuxarıda, ucuz qiymətə, əlim yandı qiymətə, bugünkü gün Xətai rayonunda bu qiymətə, bu kvadratda mənzil tapmaq çətin məsələdir. Deməli, 80 kvadrat Kupçada 70 kvadratdır dəyərli izləyicilər. Qanuni 3 otaq, yeni təmirli, ola bilər qapıların dəyişilməyə ehtiyacı ola bilər, amma bugünkü gün istifadəyə yararlıdır. Leningrad proyekt, geniş otaqlar, geniş dəhliz, evin giriş qapısıdır. Sağda yerləşir bir yataq otağı. Skvaznoy mənzildir, hörmətli izləyicilərimiz. Məhəlləsi qəşəng, sakit məhəllədir. Baxın, geniş dəhlizinə qədər, geniş balkonuna qədər hamısı qaydasındadır. Kondisionerinə qədər hamısı qaydasındadır. Liftli qazlı binadır, sənət Kupçadır. Ətrafda sıx binalar deyil. Bugünkü gün köhnə binanın özümə ən xoşu gələn odur ki, yəni həmişə ortada parkı olur, maşın saxlamağa yeri olur. Baxın, bu mənzil bugünkü gün neçəyə təşrif olunur? 169 min manata 80 kvadrat. Bugünkü gün bölgə nə qədər eləyir hələ? Kvadratını? 2000-ə əladır. Bugünkü gün 3500-dən bahadır. Yəni ki, Xətai rayonunda, Əhmədlər arasında ev tapmaq mümkün deyil. Deməli, hər iki otaqdan bura, balkona açılır. Təmir yeni təmirdir. Qardaş deyir ki, ev sahibi deyir ki, endirim də eləyəcəm, ona pul lazımdır. 9 mərtəbəli binanın 9-cu mərtəbəsində, hörmətli izləyicilər. Liftli qazlı binada sənət Kupçadır. Qiymət 169 min manatdır. İstilik sistemi kombidir. Burada şkafına qədər, radiatorlarına qədər, pərdələrinə qədər hamısı qaydasındadır. Allahın köməyindən endirim də olacaq. Neçəyə düşdü? Hesablamadın? 2100 əladır. Hamamsanız ayrı-ayrılıqda, aksesuarlar qaydasında, havalandırmasına qədər qaydasındadır. Bu mənzillə bağlı kimə nə maraqlıdırsa zəng vursun. Mətbəx möbildə qəşəkdir, səliqəlidir. Baxın, burada xaladinikin yerinə qədər. Skvaznoy mənzildir. Deməli, burada, baxın burada, paltar sərməyə yerimiz də var. Oba market, al market, orada uşaq bağçası var. Ətraf bütün yaşayış obyektlərindən zəngindir. Binanın arxası, qardaş sağ olsun, məlumat verdi. Neapol dairəsidir. Deməli, marşrutlardır. Metroya, yəni buradan 5-10 dəqiqəyə yəqin ki, rahat şəkildə gelib çata bilirsiniz. Belə, kimə nə maraqlısa zəng vursun, mənə gəlir, ətraflı məlumat verdim. Sağ olun, salamat qalın.